Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Ey özünden bixəbər qafil oyan, Hakka gel ki hak değil batil oyan, Olma fani aleme mail oyan, Mərifətdən nesle qıl hasil oyan. Bütün izleyicilere selam deyip İmaduddin Nesimi'den başlayıp sizlere sağlamlıq arzuluram. İslamlıq və tühlük həqiqət axtaran yoldur. Oyanışa çağırışdır. Yaddaşları təzələməkdir. Yada salmaqdır. Bir cür fəzəkkirdir. Türk müsəlmanları Allah Əkbər deyəndə izzət ilə fütuhatın qapısını tarix boyu açırdılar. Türk müsəlman sultanları İslam təməddünündə sekular olmayıbdılar. Bunlar şuubiyyə axımının töhfələrindəndir. İslamlıq və tühlük tarix boyu ətlə dırnaq kimi bir-birindən ayrılmayıblar. Bizim qanımıza yeriyib, canımızda kök salıblar. Hoviyyətimizin, kimliyimizin bir müəllifələrinə çevriliblər. Ayrı olmayıbdılar, biz ayrılıqdan danışaq. Bu yol həqiqət və vaqiyyət yoludur. Heç bir qovmla düşmənçəliyi yoxdur. Bütün adamlara bu yolda məhəbbət yağdırır. Təhcə bu yola daş atan olsa da Rəbbi yəssir və la tuəssir deyib daşları götürüb yoldan eşiyə qoyur. Bir nəfərin başına da o daşları çıppır. Qüdrət, şəhvət həvəsində deyil. Niyə ki, bu məktəbin özü İslamlığın, tühlüğün birliyi böyük güc, güvənc, inancıdır. Mevlana demişkən, çünkü haqq əstəqrəb əz həblül vərid, to fəkəndə tir fikrət ra bəyid, şah damarından sənə yaxındır o, sən atıbsan uzağa düşübdür o, ey kəman o tirha bərsaxtı, seyd nəzdik o, to dur endaxtı. Ey düzəldən yayı, ey oxlar yonan, ov yaxındadır, yana çoğmacinan. Biz Türk müsəlmanların İslam aləminə verdiyi ikinci mirasdan danışırdıq. Türk müsəlmanların milli hikmətindən, qotadğı bilikdən danışırdıq. Bu əsər bir nağıl kimi başlayırdı, irəli gedirdi. Bu kitab dörd şəxsiyyətin birbiri ilə mübahisəsindən, danışıqlarından ibarətdir. Birinci şəxsiyyət Gündoğdudur, şahdır, ədalət ilə törənin simgəsini daşıyandır. Birinci şəxsiyyətin kimliyi günəş ilə bağlıdır. Özü də şahdır, ədaləti yayandır. Axı ədalətdən yuxarı fəzilətlərin içində Türkün əxlaqi, siyasi məfkurəsində bir şey varmı? Türkün məfkurəsində günəşdən anlamlı, qavramlı simgə varmı? Yoxdur. Günəş güc, dövlət, istilik, nur, doğulmaq simgəsini daşıyır. Xüsusən şaman düşüncəsində Oğuzxanın bir arvadının günəşin şüası yer alır. O əsasda birinci şəxsiyyət bu kitabda Gündoğdudur. Günəş onu doğubdur. Nur onu doğubdur. Nur daşıyır o. Yanı nurdan yananıbdır. Günəş yanı şah. Şah da yanı ədalət ilə qanun, nurun şüası kimi bütün adamlara təsavi ilə onu yayan. Mevlana demişkən, şah an başad ki az xod şəh بود, ni به məxzənha و لشکر şəh şəvəd. Binadan olsun gərəkdir şahda şah, qoşunu olsun onun bir odlu ah. İkinci şəxsiyyət Aydoldudur. Yəni kamilləşmiş ay, kamilləşən ay, yəni günəşdən tamamilə nurunu alan ay. Həmən vəzirdir. Dövlət ilə səadət simgəsini daşıyandır. Mevlana deyirdi, şəms و qəmərəm آمد، سمع و بصرم آمد، چیز دگر خواهی چیز دگرم آمد. Şəms و qəmər, günəş ilə ay Türkün erfanında ağır yer alırlar. Onun bayraqlarında əyləşirlər. Belə düşünmək olur. Vəzir vəzirliyini şahdan alır, ay aylığını günəşdən alan kimi. Üçüncüsü, öcüdülmüş ya tərbiyyət olunmuşdur. Bir baxımda İslam Peyğəmbəri Həzrəti Muhammedin Türkçəsidir. Muhammed, yəni öcüdülmüş, ağıl simgəsini daşıyandır.
مولانا demişken عقل باشد در اصابت ها فقط وهم افتد در خطا و در غلط hardasa vəhmin ayağı axsayar ağlığın atsa əgər düz tuşlayar. Ağlın seçimi düz seçim olar. Hər yanda seçim düz olmasa orada vəhm vardır. Ağl yoxdur. Sonuçta dördüncü şəxsiyyət udqurmuşdur. Yəni oyanmış, geyitmiş, vəzirin o birisi oğlu bir təklik axtaran zahiddir. Öcüdülmüş ilə mübahisə əsasında irfana üz gətirir. Qənaət ilə, aqibətin, zamanə ilə dünyanın keçmişlərinin simgəsini daşıyır. Nəsimi demişkən, zahidin əfsanəsin qoy, söylə eşqin halini, aşıqin səminə sığmaz zahidin əfsanəsi. Bu kitabın 351-ci beytində bu xüsusda Qutadğubilikdə bu beytlərə üz gətiririk. Kitaba Qutadğubilik adını verdim. Oxuyanı uğurlatsın, əlindən tutsun. İnsan hər iki dünyanı əql ilə tutsa, xoşbəxt olar. Bu sözüm gerçəkdir. Əvvəlcə elikdən, yəni şahdan, əvvəlcə elikdən bəhs etdim. Ey yaxşı kişi, bunu izah edərəm. Sonra Aydoldudan söz açdım. Mübarək günəşi onlarla parladarlar. Bu gün doğdu dediyin başdan başa törədir. O əqlin adıdır, insanı yüksəldir. Ondan sonra udqurmuş gəlir. Onu da aqibət kimi götürdüm. Mən sözü bu dörd şey haqqında söylədim. Oxusan, bilərsən, diqqət et. Dörd insan bu kitabda danışırlar. Nağıl bu dörd kişinin arasında gedir. Danışıqlar axı bu kitabın cövhərəsidir. Hər yerdə danışıq olsa, fəlsəfə də orada nəfəs çəkir. Mübahisəli yer fəlsəfənin də canıdır. Balığa su kimi. Danışıq olmayan yerdə dogmatizm, cəzmiyyət görünər. Biz danışmalıyıq. Mevlana deyirdi, goftugu kon, goftugu kon, goftugu, costucu kon, costucu kon, costugu. Hər zaman danışmalıyıq. Axtarışıq fəlsəfənin amaçlarındandır. Kitabda dörd şəxsiyyət arasında danışıqlar, bəhslər olur. Biri sorğular, yanıqlar ya cavablar verməkdə öz düşüncələrindən müdafiə edir. Quran, Məsnəvi, Qutadğubilik tamamilə danışıqdır. Qutadğubilik ölkənin idarəçiliyində insanların dünya ilə axirət səadəti uğrunda necə işlədiklərini açıqlayır. Ancaq bu danışıqlar içində Xorasanlı Yusufdur öz dünya görüşünü, elmi baxışığını göstərir. Nəsihətlərini də möhkəm qaydalar qalibində ortaya qoyur. Bir dilin içində bollu hikmət çıxsa, dilin güclüyünə, düşüncənin zəngilləşməyinə dilalət elər. Hikmətli dil ağır təməddünə, zəngin humanitarlığa, dərin təcrübələrə malikdir. Hikmətli dildə bilgələrin, həkimlərin payı, xüsusən təməddünün mərifəti təməllərini töhməkdə yüksəkdir. Türk dili, ərəb dili İslamdan qabaqcada müravidə, ticarət əsasında hikmətli sözlər törəldiblər. Bu bir tərsə düşüncədir, şubiyənin zəhərli oxlarındandır. Ərəbi İslamdan qabaq vəhşi, cahil tanıtdıra. Belə deyil. Müəlliqat-ı səbə şeirləri Kəbədən aslanan qəsidələr, özəlliklə Züheyr ibn Əbi Sulmanın müəlliqəsi, İmrul Qeysin müəlliqəsi hikmətlə dom doludur. Samuel bir həkim olaraq Peyğəmbərimiz də onun görüşünə gedirmiş, onunla otururmuş. Bir gözəl, hikmətli bir qəsidəsi var, bir neçə beytini sizlərə paylaşıram. Bu qəsidə İslamdan qabaq Ərəb dünyasında söylənibdir. Ezəl mər'u ləm yədnəs minən lövmi irzuhu fəkullu ridain yərtədihə cəmilu. Bir insan abırısını alçaqlıqla çirkinlətməsə, nə cür paltar geysə ona gözəldir. Və in ləm yəhmil ələn nəfsi zəyməhə fələysə ilə husnus sənai səbilu. Bir insan öz nəfsinə təs deməsə, nəfsin qabağında dayanmasa, digər adamların tərifini qazanmayacaqdır. Gərək nəfsin qabağında dayansın. Səli encəhəltin nası ənha və ənhumu.
فلیس سواء عالم و جهول alimun və cəhulu. Mənim həyat yoldaşım, bizim barəmizdə onların da barəsində bir zat bilməsən də ayrı adamlardan soruşunan. Niyə ki, bilənlə bilməyən heç vaxt bir olmazlar. Niyə ki, əsyafuna fi kulli şərqin və məğribin biha min qiraid dareynə fululu. Qılıçlarımız bütün doğuda, batıda zirehli paltarlara o qədər çıpıblar sınana qədər. Hikmət türklə ərəbin düşüncəsində ağır yer alır, mənim yoldaşlarım. İslamdan qabaq Əhlul Furs düşüncəsində hikmət yoxdur. Bu Zəcmehr deyilən həkim də bir qondarma şəxsiyyətdir. Kitabı yoxdur. Olması da dərin şübhə altındadır. Hətta İbn-i Nədim'in Əl-Fihriz kitabında Şubiyyə tərəfindən sifariş olunmuş bir kitabda da bu şəxsiyyətin heç adı gəlməyibdir. Bir qovmun hikmət düşüncəsi olmasa, hakimiyyət nizamı da yarada bilməz. Yaratsa, yeni suallara, sorğulara köhnə cavablar, vaxtı geçmiş yanıtlar verər. Bir sistem yeni suallara köhnə cavablar versə, parçalaşmasına səlam deyir. Sözün sonunu bu hissədə kitabın önündə olan Tanrıya mədhi ilə təbərrüşləndiririk. Qadir və yeganə olan Tanrı hamıdan üstün, ona çoxlu həmd və şükürlər olsun. O ululuq yiyəsidir, qadir o cəlallıdır, yaradan, törədən, qüdrətli, kamillidir. Yerin, göyün sahibidir. Bütün xəlaiqə belə hamıya ruzi yaratmışdır. Sən də gülə-gülə ye. Fərq qoymadan hər kəsə verər ruzi. Hamını yedidər, ancaq yeməz özü. Bu kitab çox əziz bir kitabdır. Qananlar üçün elm dəryasıdır. Bunların hamısı hikmətli sözdür. İnci kimi, yəni murvarid kimi, inci kimi sırayla düzülər. Hər oxuyan, yazan onu anlamaz. Onu ancaq oxuyub duyan başa düşər. Çünki cahil onun qiymətini anlamaz. Anlayan adam geri qaytarmaz. Bu kitab hamıya xeyir verər. Məliklərə xüsusilə faydalı olar. Ölkəni kimlər idarə edir? Onlara nələr lazımdır? Hökmdarları nədən qorumalı? Hökmdarlığın şərtləri nələrdir? Dövlətin xərab və baqi olması nədəndir? Hakimiyyət necə gəlib, necə gedir? Ordu, əskər, at necə yığılır? Harda toplanır? Səfərə necə çıxar? Məmləkət əlində möhkəm tutan adam hər işi o işin ustasına tapşırmışdır. Ay necə çıxar kimi yolu işıqlandırırsa, hər bir iş üçündə uyğun adamlar lazımdır. Çörəyi ver çörəkçiyə, bir çörək də artıq ver. Hökmdarın xalq üzərində haqqı olduğu kimi, xalqın da onun üzərində eyni dərəcədə haqqı vardır. Rəiyyət onun hüququnu qəbul etməli, hökmdar da rəiyyətin malını, canını qorumalıdır. Sağ olun, gələn görüşə qədər.